Ev, maşın almaq istəyənlər diqqətlə məni dinləsin. Baxaq görək, siz bu ilin sonuna qədər bu murazdan sevinəcəksinizmi? Əgər ki, kommentariyalarda kimin həyat hekayəsi çox çətindədirsə və yaxud da kimin qəlbində gizlin qalan sualı varsa, kommentariyalarda yaza bilər və məndən bugünlük gözəl bir enerji baxımı hədiyyə oluna bilər. Karyeranızda həqiqətən də irəliyə gələcəksiniz. Uğur yolunuz, şans yolunuz açıqdır. Ancaq sanki burada bir insanın güvənsizliyini görürəm. Bir insana güvənə bilmirsiniz. Yardıma da ehtiyacınız var sanki. Ancaq yaxın bir zamanda həqiqətən də sevinciniz olacaq. Əgər uzaq yoldasınızsa, əgər ki gəlmək istəyirsiniz və yaxud da getmək istəyirsinizsə, bu yol mövzusu sizin xeyrinizə olacaqdır. Bağçalı bağlı gözəl bir ev görürəm. Həqiqətən də evində quşların səsi sənə xoş gələcək. Bir çıxış yolu var. Başarının artıq açarını tapırsan. Gücünü bəzən itirdiyini düşünürsən, bəzən hövsələsiz yaxınlaşırsan. Eyni zamanda bir ciddi problem deməyək, çox yüngül bir xəstəliklə bağlı da narahatçılığın ola bilər. İnşallah yaxın zamanda bütün bu problemlərin, səbrinin sonunda sənin xeyrin olacaq. Aldım, qəbul etdim yazmayı unutmayın. Həyat hekayələrinizi kommentariyalarda